Günay xanım, uşaqlarda ağız qoxusu problemi də geniş yayılıb. Ümumiyyətlə uşaqlarda ağız qoxusu hansı halda gigiyena məsələsidir? Hansı halda isə daha çox ciddi bir sağlamlıq probleminin xəbərçisi ola bilər? Bəli, pis ağız qoxusu halitus dediyimiz uşaqlarda ən çox səbəbləri ağız-diş sağlığı problemlərinə bağlıdır. Çürük diş, karies, damaq iltihab problemləri, təkrarlanan tonzilitlər, xroniki anginalar, hansı ki, təkrarlanan tonzilitlərdə, lakunalarda bəzən qida qalıqları yığıla bilir, bəzən tonzil daşları ola bilər, hansı ki, bu qoxu verə bilir. Ağız qoxusu bəzən burun ətrafı ciblərin, paranazal sinusların iltihablarında ola bilir. Ağız qoxusu bəzən reflux xəstəliyində, mədə-bağırsaq xəstəliklərində ola bilir, bəzən parazitar xəstəliklərdə ola bilir. Ağız qoxusu bəzən uşaqlara verdiyimiz abur-cuburlardan da ola bilir. Yəni paketə girmiş qatı ədviyyatlı, dadlandırıcı, süni rəngləndirici qidalar da çox pis ağız qoxusu verə bilir. Hətta tərdə pis qoxu verə bilir. Odur ki, varsa ağız qoxusu, bəli, araşdırılıb, varsa altında yatan bir xəstəlik müalicə olunmalıdır. Bəzən ağız qoxusu spesifik xəstəliklərdə ola bilir. Məsələn, şəkər xəstələrində spesifik aseton qoxusu ola bilir. Yəni buna da ailələr fikir verməlidirlər və uşaqlarda ağız gigiyenasına, dilin gigiyenasına, diş-damaq xəstəliklərinin zamanında diaqnozuna və müalicəsinə də fikir verməlidirlər ki, belə problemlə üzləşməsinlər.